Bakının Binəqədi rayonu ərazisində iki binanın arasındakı həyətdə aparılan qazıntı işləri vətəndaşları çətin vəziyyətə salıb. Yolda qazıntı işlərindən sonra yol əvvəlki vəziyyətinə gətirilməyib. Ərazidə kanalizasiya problemi ilə bağlı iş görüblər, sonra da elə qazılmış vəziyyətdə qoyub çıxıb gediblər. Yağış yağandan sonra isə qazılan torpaq çöküb və vətəndaşın maşını qurumun qazdığı çuxura düşüb. Bu məsuliyyəti daşıyan isə yoxdur deyə şikayətdə bildirilir. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirilib ki, sözügedən ünvanda bir neçə gün öncə tullantı su xətti ilə bağlı qazıntı işləri aparılıb, xətt təmir edilib. Ötən gün əraziyə baxış keçirən briqada ərazidə digər nəqliyyat vasitəsinin saxlanılması səbəbindən xəndəyin doldurulmasını həyata keçirə bilməyib. Bu gün ərazidə lazımi tədbirlər görüləcək deyə məlumatda vurğulanıb.